Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Brilliant Dadaşova ötən gün TikTokda canlı yayımda kanallarda baş verən xoşagəlməz hallardan danışıb. Xəbər verilir ki, müğənni açıqlaması ilə diqqət çəkib. O bildirib ki, verilişlərdə yayılıb olan mövzular başqa ölkələrdə də ələ salınır. Türkiyədə olanda eşitdiyim söz ürəyimə toxunub. Neçə dəfə eşitmişəm ki, deyirlər açın Azərbaycan kanallarını biraz gülək. Bu çox inciticidir. Heydər Əliyev Beynəlxalq Aeroportunda uzun müddətli perspektivdə əsas strateji həll yeni terminalın inşasıdır. Xəbər verilir ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır. Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin geniş tətbiqi, sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirilmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır. Məlumata əsasən, yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması hədəflənir. Beləliklə, yanaşma iki mərhələlidir. Əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzun müddətli və dayanıqlı inkişafın təmin edilməsi. Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda iki terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlar və səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.